Salam, xoş gördük hər birinizi, əziz tarix sevərlər. İzah edəcəyim mövzu 7-ci sinif Azərbaycan tarixinin 6-cı paraqrafı olan müstəqil dövlətçiliyin bərpası mövzusu olacaq. Mövzumuz 5 slayddan ibarət olacaq və ilk başlığımızdan dərsimizə giriş eləyək. Deməli, mövzumuz oldu müstəqil dövlətçiliyin bərpası. İlk başlığımız qeyd etmişik Ərəb xilafətinin zəifləməsinin səbəbləri. Biz Xürrəmlər hərəkatı haqqında keçəndə qeyd etdik ki, Xürrəmlər hərəkatının ən mühüm nəticəsi Ərəb xilafətinin kökündən sarsılması oldu və Azərbaycanda yeni müstəqil və yarımüstəqil dövlət və əmirliklərin yaranması oldu. Yəni Xürrəmlər hərəkatı Ərəb xilafətinin kökündən sarsıdır və onun yerində yeni müstəqil və yarımüstəqil feodal dövlətlər yaranır. Artıq 9-cu əsrdən etibarən biz qeyd etmişdik ki, Ərəb xilafətində türklərin mövqeyi yüksəlməyə başlayır, başçılar artıq türklərdən təyin olunur və bu artıq o dərəcədə özünü büruzə verir ki, artıq xəlifələrin seçilməsində də türklər mühüm rol oynamağa başlayırlar. Zəifləmənin səbəblərini qeyd etmişik, siyasi oyanış olur və xüsusən də imperiyanın ucqarlarında yerləşən əmirlər tədricən mərkəzi hakimiyyətdən uzaqlaşırlar, müstəqilləşirlər və müstəqil siyasət yeritməyə başlayırlar və xilafətlə də bütün əlaqələrini yavaş-yavaş kəsməyə başlayırlar. Və siyasi oyanışın səbəbləri kimi Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi, Tiflis əmirliyi, Dərbənd əmirliyi və Bərdə əmirliyi, yarımüstəqil Bərdə əmirliyi meydana gəlir. Şirvanşahlar dövləti qeyd etmişik. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti. Ümumiyyətcə Şirvanşahlar dövləti bu dövrdə yaranan feodal dövlətlər içərisində ən uzun ömürlü dövlət olmuşdu. 861-ci ildə 1538-ci ilə qədər hakimiyyətdə olmuşdu. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti nə oldu? Biz burada qeyd etmişik. Dövlətçilik ənənələrimiz dirçəldi. Həmçinin xarici hücumlara qarşı mübarizə də asanlaşdı. Xarici hücumlar burada qeyd etmişik. Alanlar və Slavyanlar. Bunlara qarşı mübarizə daha da asanlaşır. Növbəti slaydımızla davam edirik. Heysam ibn Xalidin dövrü. Heysam ibn Xalid 861-ci ildə xilafətlə bütün əlaqələrini kəsir və özünü müstəqil elan edir. Şah titulunu qəbul edir və xilafətlə bütün əlaqələrini kəsərək 861-ci ildə Şirvanşahlar dövlətinin əsasını qoyur. Heysam ibn Xalid Məzyədilər sülaləsinə mənsub olduğu üçün bəzən dövlət Məzyədilər də adlanır. Baxın, qeyd etmişik, bəzən Məzyədilər sülaləsi də adlanır. Şirvanşahlar dövlətinin ərazisinə baxaq. Baxın bu hissələri, ilk vaxtlar bu hissələri Şirvanşahlar dövləti əhatə eləyəcək və qeyd eləyəcəyin sonraki illərdə qonşuluqda yerləşən ərazilər də Şirvanşahlar dövlətinin deməli tərkibinə daxil olacaq. Və qeyd etdik, Heysam ibn Xalid dövlətin əsasını qoyur. Heysam ibn Xalidin varislərinin dövründə də dövlət inkişaf eləyir, sərhədlər möhkəmləndirilir və məhsul saxlanması üçün anbarlar tikilir. Baxın, bu varislərinin, Heysam ibn Xalidin varislərinin dövründə olmuşdu. Məzyədilərin digər görkəmli nümayəndəsi Əbu Tahir Şamaxını, baxın Şamaxı bu hissədədir, bərpa etdirərək 918-ci ildə paytaxtı deməli Şamaxıya köçürür. Və 918-ci ildən 1192-ci ilə qədər Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı olur. 1192-ci ildə 1-ci Axstanın dövründə Axstanın da hakimiyyətləri 1160-1196-cı illəri əhatə eləyir. Şamaxıda zəlzələ baş verir, Şamaxı şəhəri dağılır və ona görə də paytaxtı Bakıya köçürməyə məcbur olurlar və 1192-ci ildən ta Şirvanşahlar dövlətinin süqutuna qədər, yəni Səfəvilər 1501-ci ildə Şamaxını tutana qədər deməli paytaxt daha doğrusu süqutuna qədər, Şirvanşahlar dövlətinin süqutuna qədər 1538-ci ilə qədər dövlətin paytaxtı Bakı olur. Varislərinin dövründə, Əbu Tahirin varislərinin dövründə Qəbələ və Bərdə əraziləri də Şirvanşahlar dövlətinə
birləşdirilir. Gəlin bu ərazilərə də baxaq. Deməli, Qəbələ, baxın Qəbələ və Bərdə. Bu ərazilər də Şirvanşahlar dövlətinə birləşdirilir. Növbəti slaytımızla davam edirik. Deməli, və deməli, burada qeyd etmişik 10-cu əsrin 80-ci illərində Şirvanşahlar dövlətinə birləşdirilən ərazilər. Deməli, 10-cu əsrin 80-ci illərində Şirvanşahlar dövlətinə birləşdirilən ərazilər. Baxın, deməli, 10-cu əsrin 80-ci illərində Dərbənd Əmirliyi birləşdirilir 988-ci ildə. 988-ci ildə Dərbənd Əmirliyi, ümumiyyətcə Dərbənd Əmirliyi də müstəqilləşir 9-cu əsrin 60-cı illərində. 9-cu əsrin, daha doğrusu 988-ci ildə Dərbənd Əmirliyi Şirvanşahlar dövlətinə birləşdirilir. Baxın, ilk olaraq bu əraziləri əhatə edirdi Şirvanşahlar. Göründüyü kimi Dərbənd Əmirliyi birləşdirilir. Bunu qırmızı ruçka ilə qeyd edək, daha yaxşı yadda qalsın. Dərbənd Əmirliyi ilk olaraq birləşdirildi. Sonra Şəki hakimliyi birləşdirilir. Baxın, Şəki hakimliyi də bu əraziləri əhatə etdi. İndi biz növbəti slaytımızda Şəki hakimliyinin yerləşdiyi ərazi haqqında da məlumat verəcəyik. Və Tabasaran hakimliyi, baxın, Tabasaran hakimliyi də bu hissədədir. Baxın, Tabasaran hakimliyi birləşdirilir və Məziyyədilər Dərbənd səddinin bərpasını həyata keçirirlər. Nəyə görə? Çünki Dərbənd, baxın, bu şimal nöqtədə yerləşir. Şimaldan gələn tayfaların hücumlarına qarşı mübarizə aparmaq üçün Dərbənd səddi deməli bərpa olunur. Burada həmçinin Şirvanşahlar dövlətinə aid gümüş pul qeyd olunub. Gümüş dirhəm 10-11-ci əsrlərə aiddir və 2-ci Mənüçöhrün dövründə də mis pul deməli kəsilirdi. Göründüyü kimi Ərəb xilafətinin tərkibindən çıxılsa da, yenə də pul vahidi kimi Ərəb deməli pul vahidindən istifadə olunurdu. Növbəti başlığımıza baxaq, Dərbənd Əmirliyi və Tiflis Əmirliyi qeyd etmişik. Gəlin ilk öncə Dərbənd Əmirliyi haqqında qısa məlumatla tanış olaq. Dərbənd Əmirliyi qeyd etdik 9-cu əsrin 60-cı illərində yaranmışdır. 988-ci ildə Şirvanşahlar dövlətinə birləşdirilir. 1075-ci ildə isə Dərbənd Əmirliyi tamamilə öz varlığını itirərək Şirvanşahlar dövlətinə tamamilə tabe olur, asılı hala düşür. Müstəqillik qazanmış feodal dövlətlərindən biri də Dərbənd Əmirliyi idi. 869-cu ildə Dərbənd hakimi Haşim ibn Sülami və yaxud Haşim ibn Suraka özünü müstəqil elan eləyir. Ərəb əsilli Haşimlər sülaləsinə mənsub idi və dövlət sülalənin adına uyğun olaraq bəzən də Haşimlər sülaləsi də qeyd olunur. 10-cu əsrin sonuna qədər öz müstəqilliyini qoruyub saxlaya bilmiş. Daha dəqiq qeyd etdik, 988-ci ilə qədər Dərbənd Əmirliyi öz müstəqilliyini qoruyub saxlayır. 988-ci ildə isə Şirvanşahlar dövlətindən asılı hala düşür. Lakin asılı hala düşsə də öz müstəqilliyi uğrunda bir neçə dəfə bərpa etməyə cəhd göstərilmişdi. Tiflis Əmirliyinə baxaq. Tiflis Əmirliyi də 9-cu əsrin 60-cı illərində Ərəb xilafətinin təsirindən azad olur və Tiflis Əmirliyində Cəfərlər sülaləsi özünü müstəqil elan eləyir və Tiflis Əmirliyi, baxın, burada qeyd etmişik. Tiflis Əmirliyi 9-cu əsrin 60-cı illərində özünü müstəqil elan eləyir. Həmçinin qeyd etdik Şəki hakimliyi və Dərbənd Əmirliyi qeyd etdik və Tabasaran hakimliyini də qeyd etdik. Gördüyünüz kimi bu ərazilər də artıq Şirvanşahlar dövlətinə birləşdirilir və Şirvanşahlar dövlətinin ərazisi getdikcə artır. Və qeyd eləmişdik, Şirvanşahlar dövləti bu feodal dövlətləri içərisində ən uzun ömürlü feodal dövlət olmuşdur. Bu feodal dövlətlərinin hər birinin oxşar cəhəti, hər birində İslam dini hakim din olmuşdur. Növbəti sonuncu başlığımızla davam edirik. Şəki hakimliyi. Şəki hakimliyi qeyd etdik 9-cu əsrin 60-cı illərində müstəqillik əldə eləyir. Burada qeyd etmişik, yaranması 9-cu əsrin 60-cı illəri. Şəki hakimliyi yerləşdiyi ərazinin özəlliyi
Baxın, yerləşdiyi ərazinin özəlliyinə baxaq. Şəki hakimliyi baxın bu hissədə yerləşir. Bu hissədə yerləşir. Şəki hakimliyi İslamla xristianlıq arasında kəskin qarşıdurma mərkəzinə çevrilmişdir. Yerləşdiyi əraziyə baxaq. Deməli, bu yerləşdiyi ərazi Şəki hakimliyini qeyd etmişik. Baxın, bu hissədən Şəki hakimliyinə Tiflis əmirliyi xristianlaşdırmağa çalışırdı. Ölkənin deməli, qərb istiqamətindən və şərqdən isə müsəlmançılıq var idi, İslam dini var idi və bu dinlərin kəskin qarşıdurma mərkəzinə çevrilmişdir. Baxın, burada qeyd eləyək. Deməli, burada xristianlıq, burada isə İslam dini olmuşdur və Şəki hakimliyi bu iki dinin qovşağında, bu iki dinin arasında qarşıdurma mərkəzinə çevrilmişdir. Lakin bütün bunlara baxmayaraq Şəki uzun müddət öz müstəqilliyini, daha doğrusu dini azadlığını, yəni müsəlmançılığını uzun müddət qoruyub saxlamışdır. Tiflis əmirliyi niyə buranı xristianlaşdırmağa çalışırdı? Təbii ki, xristianlaşdırmaq, özününküləşdirmək və bu əraziləri özünə qatmaq məqsədi daşımışdı. Lakin bu baş verməmişdi. Bu mövzu ilə əlaqədar mənim izahım bu qədər. Uğurlar hər birinizə.